Tələbin kəsildiyi zaman şahidlik məsələsi necə tənzimlənir? Şahidlərin nikah mərasimində, nikah kəsilərkən iştirak etməsi nikahın gizliliyinin qarşısını almaq məqsədi daşıyır. Böyük İslam məzhəblərinə görə ən azı 2 şahidin olması şərtdir. Ancaq Maliki və Cəfəri məzhəblərinə görə demək şahid olmadan da vəkil adlanır bunlar Cəfəri fiqhində. Bunlar olmadan da nikah etibarlıdır. Buradan da aydınlaşır ki, şahidlərin iştirak etməsi şərti əslində nikahın gizliliyinin qarşısını almaq məqsəd daşıyır. Digər məktəblərə görə də bu şərt qoyulub ki, ictimailəşsin və elan olunsun. Müasir dövrümüzdə təbii ki, gənclər, ümumiyyətlə şəxslər özləri müraciət edərək dövlət qurumunda nikah kəsdirirlər və bu şübhəsiz ki, dövlət qurumuna bəlli olmaqla eyni zamanda da ictimailəşir və bu məlum olur. Beləliklə aydın olur ki, nikahın qeydə alınması üçün şahidlərin olması zəruri şərt deyil və onların iştirakı tərəflərin istəyindən asılıdır. Eyni zamanda nikahda şahid kimi iştirak etmək şəxslər üçün hər hansı hüquqi məsuliyyət yaratmır.